Bugün Novruzun 4-cü çərşənbəsi torpaq çərşənbəsini qeyd etdik. Bu çərşənbə baharın gəlişini, torpağın oyanmasını və məhsuldarlığı simvolizə edir. İnançlara görə bu gündən sonra torpaq tam oyanır və canlanmağa başlayır. Torpaq çərşənbəsi həm təbiətin, həm də insanların yenilənməsi, həyat eşqinin oyanması ilə bağlıdır. Bugün hər kəs ailəsi və sevdikləri ilə birlikdə bu xüsusi anları paylaşır, baharın ruhunu hiss edir. Elə biz də bugün bu sonuncu çərşənbəyə daha təmtəraqlı hazırlaşmışıq. Axşam yeməyi üçün qiyməli noxudlu aş bişirdim. Noxudun doyucu ləzzəti, qiymənin xüsusi dadı ilə qarışaraq çox dadlı bir aş alındı. Qonaqlarımız da var idi bugün. Onlar da hazırladığım bu yeməyi çox bəyəndilər. Birlikdə axşam yeməyimizi yedik və daha sonra Novruzun digər adətlərini bir-bir yerinə yetirməyə başladıq. Qızım da bayramın ən sevimli adətlərindən biri olan papaq atmağa getdi. Mənim üçün Novruzun ən maraqlı, ən həyəcanlı ənənələrindən biridir. Uşaqlar papaq atıb bayram payı yığır. Hər evdən şirniyyatlar və hədiyyələr toplayırlar. Bizə də çoxlu papaqlar atmışdılar. Onların birini doldurarkən qızımı çəkmişəm. O öz istəyinə uyğun doldurur papaqları. Uşaqlar üçün belə şirniyyatlar alır və onlardan papaqların içinə qoyur və burada adətdir. Həm də papağın içinə pul qoyuruq ki, uşaqlar ürəyi istəyən nə isə gedib ala bilsin. Gecə isə ailəlikcə tonqal yandırdıq. Ətrafında oturub çay içdik, söhbət etdik. Tonqalın alovu bayram abu-havasını daha da gücləndirdi. Bu gözəl anları sizinlə bölüşmək üçün 2 dəqiqəlik qısa bir vlog hazırlamışam. İzləyin, bayram əhvalını birlikdə yaşayaq.